Taksi sürücülərinin çörəyinə toxunmayın. Onsuz da yüksək bir gəlirləri yoxdur. Qazancları ayın sonuna qədər ancaq görür. Uşaq oxudurlar, evində yaşlısı, xəstəsi olanlar da var. Toxunmayın. Anar Rzayev, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri. Hamı sizin kimi yaxşı maaş almır. Kasıb insanlar da var. Onlar sizin kimi təminatlı vətəndaşlar deyil. İnsanların çörəyinə toxunmayın. Dədə-babadan taksi sürücülərinin durduğu müəyyən küçələr var. Müəyyən yerlər var ki, orada dayanıb müştəri gözləyirlər. İndi bu ayna nə edir? Həmin yerləri də parklanma ərazisi elan edir və bir pul təyin edir. Məsələn, burada durursansa 1 saatına 70 qəpik yaxud 1 manat ödəməlisən. Harada dayanırlarsa, həmin yeri parklanma zonası elan edirsiniz. Harada dayansınlar? Taksi sürücüləri bu maşınları ciblərində mi daşısınlar, ağacın başında mı saxlasınlar? Harada saxlasınlar? Yəni, bütün yerlər bitdi. Məhz taksi sürücülərinin dayandığı ərazilər mi qaldı? O əraziləri də taksi sürücüsü olan vətəndaşlara saxlayın, toxunmayın. Axı onlar bu ölkənin vətəndaşlarıdır. Bu ölkənin vətəndaşlarıdırsa, deməli onlar da bu ölkədə qazanmalıdırlar. Tək siz qazanmalı deyilsiniz ki, onlar da sizin kimi yemək almalıdırlar, onlar da sizin kimi övlad böyüdürlər. Bəs nə etsinlər? Vətəndaşları da bu qədər incitmək olmaz. Onların çörəyinə əl uzatmayın. Bunu etməyin.